Gəldi çəkəcəm, çəkməsəm çəkməyəcəm. Salam, hər vaxtınız xeyir. Biz gəlmişik Şamaxıya. Bacım gülündən gəlmişik. İndi bacımla özümdən kofe düzəldəcəm, o qazın üstünü sürtür. Birinci padvaldan başlamışıq. Seyidxan qışda burada gəldi, getdi, biraz qaldı deyə bəzi produktlar qalıb xarab olub. Elə belə xarab olmuyor, bərbad gündədirlər. Qab, qaşınızda hamısı pis gündədir. Bir dənə çaynikli yuduq. Ən əsas çəndə su var. Ya Allah. Sağlam o. Videoda düşürsən ha. Oradan gör. Bağışla. Əsas Allah bağışlasın qızım. Əsas çaynikli yumuşuq, çay qoymuşuq. Bir dənə çay içək, kofe içək. Sonra işə devam. Tozu, torpağı mən bundan içəcəm. Bacım bundan. Əlimin hissinə bax, Gülşən. Bu harda oldu? O harda? Deyəm onu götürsən, elə? Hə. Yo, sacı götürdüm. Onu da. Heç olmaz. Baba sen Dehmət işləyirsən, hə? Vallahi. İndi hamısı mən videonu atmışam, hamısı girir çıx. Ataş da gətirmişik özümüzlə. Bugün burada bacım, 3 uşağı, mən Ataş qalacaq. Qalacaq, neçə gün qalacaq bilmirəm. Mən hələ bilmirəm, bəlkə sabah işə getdim, dəqiq bilmirəm. Bugün evdəydim, özümü atıb maşına gəlmişəm. Nə olacaq, harada qırılacaq. Bugün bu inarsan 3-cü kofedir. Bir dənə türk kofesi içmişəm, bir dənə kapuçino içmişəm, bir də indi bu. Evdə olanda deyirəm güya ki az için, əksinə çox içirəm. Bacım buraların qəşəng torunu aldı. Mən də 1-2 dənə o Bakıdan gətirdim, qazan, qabzat qışda gətirmişdim. O köhnə tavalarımız adını. Onlar karobkada qalıb. Bura çox bərbad gündədir da. Nəysə, tez eləyər. Gecə kofemizi içək, sonra eləyərik. Gəl, qoy o da qalsın, ağarsın. Qazın üstü elə ki, nəmlənib. Onun domestosuna sürtür. Səsin gözəlliyinə baxın. Bu səsin gözəlliyinə baxın. Bu mənim zəhər kimi kofem, hə? Zoğal. Baxın. Zoğal hələ yox, vaxtı 4-də zoğaldır. Hələ gətirmir. Gətir sənin kofe bax. Buradakı skamekanı yəqin Seyidxan götürüb. Buradaydı ki, qəşəng otururdu. Gedək oturaq yaşıllıqda. Bunu içək, iş güc həmişə var. Əriyin üstündə gətirmir. Yoxdur, meyvə zat etsən yoxdur. Əsas deyir, nətər deyir, Allah papamın canı sağ eləsin, yeməyimiz, içməyimiz. İndi bizim də Allah papamızın canı sağ eləsin, qazımızı düz qoş eləyib, işığımızı düz qoş eləyib. Suyumuz pisdən yaxşıdan var. Uy, otur elə burada yerdə. Otur. Qəşəng içək kofelərimizi, sonra girək, qəşəng işlərimizi görək. Otur aşağıda. Otur, qorxma. İşləyən etsən yoxdur, əyləş. Əsas ilamlədir, o bir dəqiqə başıma tökün məni yandırasan, valla. Çox fırlayır əlində. Sən get gəz, mən oturmuşam. Kofem için. Bu da dağılır, hə? Donun arxası pis günə düşüb. Özəldir ki, arılar yeyib də. Keçən il inanırsan meyvədən burada belə gəzmək olmur da, hər yer meyvə idi, hər yer. Kim? Hə, biz keçən bütün yay demək olar ki, burada olduq. Mən 2 gün Vuxadnoyumda gəlirdi. Deyirdim sizə, gəlmirdiniz. Seyidxan neçə dəfə dedi? Yalan danışma, Seyidxan dedi. Kişinin haqqını yemə.
Az yox ilan nə gəzir oturacaq. Deyir ki, otun arasında dilan olmaz. Tripod nətər lolu çıxmışamsa, tahin götürəcəydim. Əlimin də hissi yumadım. Üzüm hissi olmadı. Yo. Nədir? Sonra nə götürməmişəm? Nəsə tripodu götürəcəydim. Yadımdan çıxdı. Bir hayla həşirlə çıxmışıq. Səsə bax, bir dənə burada döşə yatırsan. Yatırsan Allah. Evi yığışdırıb eləyərim. Hesab eləyərim. Mən bütün yorğunluğum çıxar da. Mənə deyir, Soli filan yerə get dincəl, bəhmən yerə. Qız dincəlməyə bax, Allah verib də öz evimiz, eşiyimiz çox şükür, min şükür. Allah istəyən hər kəsə bundan 1000 milyon qat gözəlin qismət eləsin. Amin ya Rəbbim. Fındıq yığıb gətirib. Bir dənə bağımızda fındıq var, bir də arxa tərəfdə armud. Vəssalam. Bu il heç nə yoxdur. Sən diş və hayfun gəlməyin. Hə? Diş və hayfun gəlmiş haqqaş. Mənə sındırım. Daş var da, daş doludur. Deyir, daş. Mən bu dişmə sala bilmərəm. Geyim gətirim qıram. Bu nədir mənə? O çərtikədir məncə. Uy, dağıldı əlimə. Göydən gəlir yoxsa? Ağzın üstündədir. Göydən Yox, şeydən oradan buludların arasından gəlmir. Ağacı üstə valla bir dənə quş var. Bax, bir nazik balaca. Az quşdur, çərtikədir. Nə quş? Bu deyir ki, ocaq yandıraq, yuxa pişirək. Qarın deyir, çəkdirim, gətizdirim, qarın qutabı pişirək. Hə, valla. Bir dənə toz torpağı yığışdıraq. Toz torpaq deyəndə Nədir o? hörümçək toruzadıdır. Onları yığışdıraq. Bax, mən ona görə bu deyən kimi ki, gedək Şamaxıya. Desəm, yox, getmirəm. Xətirlərinə dəyir ki, yəni ki, bacım evinə aparmır bizi, düz demirəm. Düz. Dedim ki, gedək, problem yoxdur. Amma dedim, su yoxdur. Deyir, su qonşudan daşıyarıq. Axırı ki, gedək. Dedim, hə, gedək. Mənim üçün fərq yoxdur. Şərait olandan sonra mən də istəyirəm. Vallahi gəlim, istirahət eləyim, dincəlim. İndi bax, bu gecə... Şərait lap qəşəngdir. Bu gecə indi yatacağım. Səhər budilniksiz də, budilnik saat qoymayacağım. O mənə dünyalara dəyər. Nifrət eləyirəm o budilnik çağıranda. Həmişə 5 nədir? 4-də dururam. Səsin çıxmır. Mən onda qoyun təhcə yatım, qonaq otağında. Yo, mənə. Mən durdumsa sırası xortlayıram. Bir də gün durub gəzirəm çöldə, bayırda. Qəşəy, mürvət siçan dərmanını açmaz. Haradaydı? Koridorda. Sən Allah, solmaz ata bilərik. Elə bilər jelibon oxşayır, hə? Denən ki, Sola öyle bir dağ var. İraq olsun. Qaç denən ki. Gör. Birdən yadıma düşdü ki, sıçan dərmanı da alıb gətirib qoymuşuq koridora. Özü üçün oynayır, dəyəndir, amma deyirəm yenə də baxma, uşaqdır birdən. Yuxarıda koridorda qızım. Nərgiz yazıb ki, heç mən olanda getmərsiniz. O da pis oldu. Onlara icazə veriblər, gedirlər, video atıb mola gedirlər. Dedim, getsən də gəz. Anjel oradan deyir, ayına bizə də gələrsən. Deyirəm, bilmirəm hələ. Sabah işə çağırsalar, mən qaydacam. Ataşla bacımgil qalacaqlar. Amma yox, çağırmasalar, neçə gün qalsam qalacam. Qalmaq istəyirəm daha doğrusu. Dedin, götür. Sən əməllicə arıqlamısan. Demirəm, 75-dən 59-a. Yox, mən belə arıqlamaq istəmirəm. Belə Sən yaxşısan da arıqlamısan. Nərgiz də deyir arıqlamısan. Vallahi çox arıqlamısan. Mən hiss eləmirəm. Yox, o çox arıqlamısan. Bu mən niyə qırdın, verdin, ala ye. Yox, deyil, özüm qırdım. Dişlərim sınır. Keçən mən Anjel yedi. Bu bilirsən necə qanı artırır. Yaxşıdır. Hə? Gəlin ki, bura. Az qarışqadan zaten qorxur, gəlib başımızı oynatacaq. Nə danışırdım, yadımdan çıxdı. Hə, Anjeliya bilirsən nə qədərinə mən apardım yeməyinə. Qan artırır.
həkim mənə deyir ki, mən o süd çay olan vaxt adi quru fındıqda ləpə yox. Hə. Say günə 20-25 dənəsini ye. Bəs ye də. Qan artırır. O sən elə başını fırlamaq zadı qan. Bu məncə əlimə hissi. Hə, gəl. Allah. Ya fındıq verin gəl. Fındık istemem. Mürvət gəl bura sənə çəkim də. Get xalayın. Gəl xalalar baxsın sən orada YouTube'da. Yavaş. Salam. Salam ver xalalar. Otur buraya, otur aşağı otur. Hoppa, bu da elə bir çərtikədir. Salam hala. Deyin salam xalalar. Hala. Salam hala. Deyin necəsiz? Hala. Acı. Hala. Bu nedir? O telefon. Neçə sayı? Niyə çəkirəm? Neçə sayı? Qarışqa görür şeyin çaşqanız. Neçə sayı o? Niyə çəkirəm onu? YouTube'a çəkirəm, sənə televizorda göstərəcəklər. Vay. Hə, özünə gedib baxarsan. Atın. O qarışqadır. Denən qarışqa. Kaşla. Çay kaşla. Qəşəng danışdı. Xalalar deyir ki, bu niyə belə danışır? Hala bak çay. Hə, çay içir. Çay Çaşqa deyir. qarışqa deyir, çay içir. Yer məni. Yeməz, qorxma. Teri xap bilirsən. Yiyeceğim. İtin dilin bilirsən ha. Nənun rəhmətli olsaydı, indi sənə çoxdan bülbül kimi cəhcəh vurdurmuşdu. Ben bilirəm. Hə. Siz kimsiniz? Qaqaş neçə yaşına danışdı? Kimsiz? Qardaşımın oğlu da gec danışıb. Kimsiz dedi? Va bu da get. Git Mədinə də dərsdə. get. Bunu telefon elədi. Bax uşaqlarımıza telefon vermir. Deyəndə söz danışıram. Söz danışıram axı. Balaca vaxtından bacım bunun əlinə telefonu verdi. Bu telefona çox baxdı. İngilis dilində başladı danışmağa. İndi ASTV-yə çeviriblər, Azərbaycan dilində danışmağa. Ona görə eləmə də. Deyərlər indi sən dəli zatsan. Özün orada görür, xoşuna gəlir. Məktəbə gedəcək. Hə, Mürvət, məktəbə gedəsən sən. Hə. Özü Kopya anasının uşaqlığıdır. Anasının təniz biriydi uşağı. Kim gəldi? O gün yığdım da bidamcı. Bu balacalar da böyüyüb, yığarıq. Ya Allah. Cüşəm, o nanəyi yığıb qurutmaq lazımdır. Bax, nanə qamısı. Mən qaldım deyir, mən qaldım. O uşağın yeri yoxdur. Yer tapamır uşaq özünə. Elə kakraz bayaq setka düşdü. Gəl gör, çiyələk var burada. İlan, Cüşəm. İlan var burada, süründü de oraya geldi. İlan var, xala qurban. İlan var. Cüşəm, uşağı götür. Sürünər otun arasıyla gedər. Oradadır. Bir dəqiqə video çəkdiyim yer. Uşağı ya. Bax, buradadır, bax. Mən də ora gedəmlərəm. Öldüm. Qorxum. Neyse biz ot hündürdü diye. Her an ayağımızın altından geçebilir ha. Yedi. Ana o yedi, məni yox. Səni deyir yemedi. Seni sevektin. Mən sevmir. Mən neyinir ilan? Ala bunu. Yiyen istemedi. Yox. Daha sakın istemedi. Yolkalarımıza baxın nə gözəl. Ateş! İş gördüyüm yerdə deyəcək, xala gəl buna bax. Burada pəncərənin altında qızıl gülün içində yuva qurublar. Buraları Ataşla bacımın qızı tərtəmiz elədilər. Belə buradan çıxan qızıl güllər zatlar, börtükan zat nə var idi? Kəsdilər, təmizlədilər. Bax, bunu sənin mərifətli oğlun atdı. Görürsən? Bunu da atarsan xala qurban. Nə olur, niyə elə eləyirsən? Onu belə daraqla götür at. Əli vurma. Və bununla. O kloku da götürərsən qızım. Nəysə, buralar hamısı ot zad idi. Manqalı qoymuşuq bu tərəfə. İndi gəlib yemək eləyəcək. Görək, bu çıxan zirimiz, zibilimiz. Bu yuvmalı dərdəsmalı oradan buradan tapmışam. Seyidxan buralara bomba salıb getmişdi. Xaladilniki qoşmuşuq işləyir. Padvalı elədik bacımla. Gül kimi eləmişik. Tərtəmiz elədi. Bacım qabı qaşığı zadı yudu. Mən də süpürdüm elədim. Bunları hələ yeri yurd eləməmişik. Belə. Xeylaq iş görmüşük. Ayaqlar, ayağıma nəsə batdı. Ayaqlarımı yudum. Buraları zadı süpürmüşəm. Amma böyük stol istəyirəm bura gətirmək.
Zaretkamı da götürüm. İstəyirəm bura gətirəm, qoyam. Bura inanırsa o qədər Seyidxan dəmir, dümür, lapatka hamısını elə belə gətirib tullayıb da hamısını elə bil üst-üstə. Bir dənə şüşələr qaldı, bir də ev qalıb. Evə heç nə eləməmişik. Biz o ilanı görməmişdən qabaq kofe içəndə bir xeyli, bir saat, yarım, 2 saat kimi oturduq həyətdə, fındıq zat yedik, biraz söhbət elədik. Ona görə gec başladıq işə. Uşaqlar da ziri-zibli daşıyıb ora töküblər, ora açıqlıqdır. Bəlkə yandırarıq, baxaram hələ, görüm. Mən biraz yandırmağa tək olanda Seyidxansız qorxuram. Deyirəm, Allah eləməmiş, belə alovlanar, sonra söndürə bilmərik. Nəysə, belə şüşələrimiz adını sabah vaxt olsa siləcəm. İndi bacımdan düşürük mağazinə. Gedim geyineyim, uşaqlar otursunlar evdə. Biz gedək, gəlin. Hə, Nurbəy? Görün, nə qəşək düzəldir. Ay can. Saç sədindi. Hə. Biz bunun dilini başa düşürük, bu nə demək istəyir? Hə. Buraları təmizləyəcək. Padvaldan bunları gətirib tullamışım elə bura. Buradaca qalıb. Ev yaman gündədir. Billərimizi də götürmüş. Deyir ki, mən belə çəkir, zibil daşıtdırırsan. Deyirəm ki, özüm daşımıram. Bir meşok məndə, bir kloktonda gedirik. Görək, hara qədər gedə biləcək. Oy, pisim Allah, qorxdum, ay Allah. Qorxdum. Maşallah, toğ cücüsü var. Buralar əvvəl xırda-xırda daş idi. İndi belə düzəldiblər. Bu da kim öz qapısını düzəldib da. Aşağılar yenə xırda-xırda daşdır. Şamaxı belədir. Baxın, dağ, dərə, təpə. Mənim alnıma ömür boyu yazılıb ki, dağda yaşamaq. Şamaxda bizim öz evimiz də belədir da. Padyom çıxırsan. İndi burada da belə. Əhmədli də elə. Dağa dırmaşırıq. İndi buraya çıxmaq var. Düşməyə yenə sürünə-sürünə düşürük. Elə yorulmuşam ki, mənim ayaqlarım getmir, inanırsan. Nətər qayıdacaq. Bax, görürsünüz, deyirsiniz, get Şamaxda istirahət elə. Burada maşın olmasa nə istirahət? Maşın lazımdır bura. İndi çay içmək istəyirik, baxırıq ki, çayla içməyə əməlli bir şeyimiz yoxdur. Dedik, düşək, alaq. Ona görə də özümüz gəzə-gəzə gedirik. Eyni məcburiyyətdə. Gör nə qəşəng beton töküblər evinə. Möhkəm tikib də. Düşdük daşlığa. Ay Allah, sizə qurbanım. Bunlara nə salarıq gələndə? Yazıqdılar. Bunların maması artıq bir də maması çıxarardım. Qurban olaram sizə. Qaçdı gizləndi. Azudey maması gəlir. Ay Allah, hara gəlirsən? Burnun xalına bax, sinə qurban olum mən. Maması deyə orada. Maması qaçır bizi görüb. İçədə nə balası olub? İkisi də burada. Uş. Hara gəlirsən? Şapşik. Oynamaq istəyir. Sürünə. Anası gələr bizi yiyər. Qorxuram səl vurmadan. Qoy. Ay Allah, düz dalınca gəlir. Qurban olaram, gəlmə. Anan elə bilər səni aparıb eləyirəm, məni yiyər. Mən Allahu Əkbər gedirəm. Allah, qırıldı ayaqlarım, nəyi var ha? Yoruldum. Marketin işıqları görsəndəsə, demək ki, ölüm yoxdur, çatmışıq. Bu onunla üzbəyiz oba da var. Sən planetə girəksən o bir yan. Hə. Bu yana keç maşın gəlir. Nə deyəcəkdim? İndi buranın çıxmaq var. Mən siz üçün 1 dəqiqə çəkmişəm də. 15 dəqiqə olar düşürük. Dırmaşmağı yəqin ki, yarım saat ancaq çıxarıq biz buranı. Ya Allah. Ya Allah, sağlam ol. Biz də belə edirik, uşaq vaxt küçədə oynayırdıq. İndi yazıq uşaqlar küçəyə çıxa bilir. Ama yazı görün, bu nəsə mağazin təzə açılıb. Nə yazılıb orada? Gözün görmür. Bir dənə qol axırdı. Obyekt satılır. Yaxınlaşdırdım, telefondan baxdım. Obyekt satılır. Belə görmürəm. Qız, oba bağlanır, kesin yoxsa var.
Var deyəsən. Təcə də planetə girək öncə. Planet bizim əməkdar marketimizdir. O vaxtdan var o. Burada məni keçən il öldürmüşdülər. Nədirsə qabağım bilmirəm, nə o Qab qaşıqdır deyəsən. mega. Getdik də, gəldik də. Oy. Gedək veşlərimizi yığaq, görək nə pişiririk, nə inir. Kababçımız Ataşqadır. Əllərimə sağlıq Ataş. Mürvət, nə Kitay dilində danışsan bala? Duz var idi, burada bulanı saxlamışam. Alfada gəlib, günorta yediklərimizi sümüklərini ona vermişəm. Dada bunlar düşdülər yerə, soysun, bunu da verəcəm ona. Prosta qaynardı. Göz yaxşı pişir. Yo, bu pişməyib, bundan su axır. O elə şeymiş, qaymış. Hə. Qoy soysun, verəcəm ona yesin. Orada yeyir. Yanmayıb, o su yaxır. Ona görə yerə. Ha. Bundan gedin boynuna da şişir. Bu Salam qızlar, sabahınız xeyir. Dünən videonu bitirə bilmədim. Gecə saat 3 idi biz yatanda. Çox yorulmuşam eynəsə. Ayağımda üstüvzə sağlıq. Dünən piyada getdik, gəldik. Çox ağrıyır dabanım. Görürəm ki, dabanım əl vermir mənə. Piyada biraz gəzən kimi ayağım özündən gedir. Gec yatdıq, səhər tez durdum. Kimsə durmuşdu, onun ayaq səsinə oyandım mən də. Təzdən video montaj elədim. 2 dənə video montaj eləmişəm. Bu videonu da montaj eləmişəm. Baxıram ki, sağollaşmamışam. Çöldən xəbərim yoxdur. İnarsız süfrə zat ortalıqda qalıb, yoxsa bacımgil yığışdırıblar. Mən dedim ki, dözə bilmirəm. Həm ayağım ağrıyırdı, həm kürəyim ağrıyırdı. Üstüvzə sağlıq. Ona görə dedim mən yatıram. Xəbərim yoxdur, yığışdırıb yatıblar, yoxsa elə qoyub yatıblar. Ona görə də bu videonu dedim yekunlaşdıram, çıxım bayram. Səhər saat 7-in yarısıdır, bu qonşunun ustaları gəlib, səsləri gəlir. Burada baxın, armud var bu ağacın üstünə. Bu videonun içində elə göstərirdim sizə, setka düşmüşdü. Setkanın yerinə taxmaq istirdim padvalın. Orada ilan, özü uzun, yekə ilan idi. Keçdi yaşıllığın içinə. Bu setka düşüb bura, bu pəncərənin setkası. İndi onları gedib götürmək lazımdır. İnarsız mən daha qorxudan, yəqin ki ora, bilmirəm. Uşaqları heç qoymayacam da o tərəfə keçməyə. Özüm yeyib qıraqdan götürüb gəlirəm. Buraların hamısını Seyidxan təmizləmişdi keçən. Amma yenə bu vəziyyətə düşüb. Bu bizim səhvimizdir. Biz sumaq gətirdik, dağdan əkdik. O sumağın kol-kosudur. Heç sumaq olmadı. Amma bu belə ağac bastı buraları. Ona nəsə eləmək lazımdır. Neysə qızlar, hamınızı öpürəm. İnşallah yeni bir video başlatacağım. Neçə gün burada olsuq, çalışacağım ki video çəkim. Hamınızı öpürəm. Özünüzə yaxşı baxın. Qismət olarsa sabah görüşərik.